Hello əzizlərim, teatra gedəcək lookumu göstərim. Bu paltarda, paltar üçüncü dəfə giyinmişəm. Axırıncı da bir neçə il qabaq giyinmişdim. Tam yadımda deyil, Divanın yerində bir mağaza var idi. Sonra oradan almışdım, ya hardan almışdım, inanın yadımda deyil. Qolları belə, özü diz üstüdür. Yəni ki, diz görünür, belə deyək. Qısa da sayma olar, olmamaq da olar. Bunu da bir hardasa orta hesabla 13 il qabaq Lady Charm'dan almışdım. O vaxtı, indi də yadımdadır, endirimlə 80 manata almışdım. Mən üstündən bir neçə il keçəndən sonra bir padruqan gördüm. Ağuşumda yılan gəzdirdiyim padruqan. Deyir, сколько купила neçə? Məsələn, 80. Vaxtda belə elə bilin ki, 2015 falan belə olardı, bir neçə il sonra. Belə, hamını da almışam 2013'də falan. Плохо deyirəm, niyə? Sərdən dəqiqən, хорошо, красиво, indi плохо oldu. Oy! Ummadağıma zəçim ki, bir var desin ki, işləmirsən, artıq bu xərcləmə. Bir də var ki, o dedim, valla bilmirəm. Allah hər kəsin ürəyincə qismət eləsin. Sənə o mahtıq koftalar, mənə ama brendlər. Bax, elələr də var, paxıl, içində saxlayır, var bu şıqırda. Axırda nə oldu? Yaxşı oldu. Öbürü də axırda belə cavab edir ki, başda çarə qılsın, dəyilsin. Bunu giydirik. Və yəni Lady Charm'la indi axtarsız tapmayacaqsınız. Endirimdən 80 manata, 13 il qabaq. Amma 80 manat idi. Bu David Jones idi. David Jones'un, yəni ki, bəzi yerlərdə deyirlər ki, David Jones'un premium klasıdır, nə bilim nədir. David Jones bir dənədir, eyni qiymətədir, çox da bahalı olmayan çantalarda. Hətta mən istədim ki, premium klası orijinal. Premium klas adıyla orijinalı baha satılır ki, orijinalı bahadır. Deyir, yadılmaz. Bunu mən Lifestyle deyirlər, nə deyirlər? Life Center'da var bir mağaza. Səhifələri elə David Jones'da gedir, premium nəsə. Sorsanız elə oraya gedəndə göstərəcəklər, oradan almışdım. Smart almışdım, neynəmişdim. Premium adıyla 60'a 70'e satırlar və heç vaxt ayaqqabılarımı gətirmirəm və bu ayaqqabılarımı belə balaca kabloku var. Kazaçok'dan almışdım. İnşaatçılarda ağ çiçeğimlə üzbəüz. Utopiyanın yanında əvvəllər papatya idi, sonra Kazaçok elədilər, yəqin papatyadan ayrıldı. Aksesuarlarımı da digər videoda göstərmişəm. Mənə xoş istirahətlər, sizləri sevirəm. Mənim bayaq dediyim rəfiqələrdən və dostlardan uzaq.